biz bir cəmiyyət olaraq, bir insan olaraq öz fikirlərimizi bildiririk. Kimisə günahlandırırıq, kiməsə ittiham irəli sürürük. Bu insan psixoloji öz fikirlərimizdir, düzdürmü? Ancaq bax, mən üzr istəyirəm, bu mənim fikrimdir. Həqiqətən də mən İsmail Zalov olaraq üzr istəyirəm, bu sözümü pis başa düşməyin. Bu istintaqa qurban olaram deyərəm. Nə üçün ki, hər şey istintaq, hüquqi qiymət verir. Burada bugün hadisə də vardır, ölüm faktı da vardır və onun həyat yoldaşı da çıxıb gedib, uşaqları götürmür. 3 il bundan əvvəl. 3 il, bəli. Hadisəyə qədər. Hadisəyə qədər çıxıb gedib. Və bu gün də o uşaqlar qalıb babasının yanında. Elə, 2 uşaq. Bilirsiniz nətərdir? Yaxşı, o az yaşlı uşaqlardır. O babaya nəsə bir hadisə başına gələ bilər evdə və yaxud da çöldə. O uşaqlara kim yəli edəcək? Bilirsiniz nətərdir? Dövlətimiz var, yer duralım, narahat olmayın. Yox, hadisə olan məqamı deyil. Dövlətin, bilirsiniz nətərdir? Bax, gəlin 21-ci əsr deyirik, düzdürmü? Əvvəlki dövrdə də indiki fərqi yoxdur. Ağac ağacdır, içəri şəhərdə 30 ildə, bu xanımın dövrü də indi də içəri şəhərdir, düzdürmü? Sadəcə təmir edilir. Sadəcə təmir, nəyə gətir? İnsanın qanında olmalıdır. Bu uşaqlar dünyaya gəlibsə, sən bu evladındırsa, düzdürmü? Sən buna yəli etməlisin. Bir daha da burada əmmalar vardı, Nuranə xanım. Açılmayan məqam var. Bəli, əmmalar var. Niyələr var, səbəblər var. Bağlanan sirlər vardır. O da açılacaq yəqin. Bilirsiniz nətərdir? Babaya bir şey oldu, o uşaqlar zəlil vəziyyətinə qalacaq. Ona görə ana bugün ticarətini, işini və yaxud da işləyirsə, işləmirsə... Əgər doğrudursa, deyilənlər. Bizə aidiyyəti yoxdur. Biz onun gəlirinin mənbəyini araşdırmırıq. Varsa çox gözəl, çox gözəl. Gəlsin evladına yiyəli etsin. Yox, gəlir mənbəyi araşdırılır. Üzr istəyirəm. Çünki baba ilə nənə himayəçidirsə, aliment almaq üçün müraciət edə bilər məhkəməyə, düzdürmü? Yox, aliment üzr istəyirəm. Uşaqlarınızın toyunda çox xahiş edirəm. Baxın, İsmail bəy həmişə dövlət qurumlarını tərifləyir və mən də onunla həmişə razılaşıram. Mən tərif etmirəm, mən müdafiə edirəm faktı üzrə. Bu məqamda aidiyyəti icra strukturunun uşaqlara və ailəyə baxan məhsul şəxsi hardadır? Biz 2 aya yaxındır bunu müzakirə edirik. Biz gələ də getdik, Aydınxan müəllim, gələ də biz getdik icra hakimiyyətinə. İcra hakimiyyətinin nə günahı vardır ki... Komissiyanın işidir o. Komissiya... Məvacib alır, ana qalıb, ana üzr istəyirəm, ana evladından imtina etmir. Burada ana gəlməlidir. Əgər anaya təzyiq varsa... Anaya hədə qorxu varsa, ana adı nədir, niyə hüquq mühafizə orqanlarına müraciət etmir? Nə səbəbdir? Əgər xanımın da savadı var, əgər bizneslə və hansı işlə məşğul olursa, onun yazı və pozuya da ehtiyacı yoxdur. Dərhal, gecə 3-də, 5-də, Daxili İşlər Nazirinin yürüyüşü qaynar xəttinə məlumatı versə, dərhal o xanımın yanındadılar. Hüquq mühafizə orqanları Aydınxan bəy, uşaq nənəsi ilə babası ilə qalmalı bilməsinlər. Üzr, o birləşdirmə, Aydınxan müəllim, hansı nəyi birləşdir? Bir icazə verin də fikrimi. Hansı işi birləşdirməlidirlər? Hələm ana o barədə, buna təzyiq olunması barəsində müraciət etməyib. Yəni ki, uşaqları götürə bilirəm, yoxsa yox? Bilirsin, izahatında var o. İzahat ayrı şeydir. Biz bu mövzuya qaydacıyıq. Bu qoşulsun. Biz bu mövzuya qaydacıyıq. Su qonşudan gəlir polisə. Küçədə zibil atıldı polisə. Polisin işi gücü belə şeylərlə məşğul olmalıdır. Klinikanın Nuranə xanım, bu icarəyə götürülüb, düzdürmü? Bəli. Şəxsi özünün deyil. Bəli. Ona görə... Məkan olaraq. Məkan olaraq. İcarəyə götürən şəxsə bunun sahibinə müraciət etməlidir. İcarəyə götürən. Rəsmi müraciət. Bax, burada su axır, mənə nə qədər ziyan vurulur, mənim aparaturama, mənim hər bir şey əmlakıma, mən aldığım əmlakıma nə qədər ziyan vurulur. Görünən bu aparatlar hamısı bahalı aparatlardır. Fərqi yoxdur. İstəyir 50 manatdan yuxarı olan qiymət buna maddi ziyandır. Bəli. Və o binanın adı nədir? Komendantı var da. Komendantına məlumat verilməlidir. Bilirsiniz, burada günah. Bizim redaktorumuz zəhmət olmasa binanın komendantı ilə bir əlaqə saxlayın hal-hazırda. Günah burada bilirsiniz kimindir? Birbaşa
o yerin sahibini icarəyə götürülən şəxs var ha. İcara verən. İcarəyə verən, üzr istəyirəm, icarəyə verən şəxsin günahıdır ki, nə barədə ki, o gedib adam, mən buranı götürmüşəmsə icarəyə, mən adı nədir, qonşuya bir dəfə, iki dəfə, üç dəfə hətta qalxıram, deyirəm, ay qonşu, bir qapını aç, gəl, bax aşağıda mənim üzərimə su gəlir, ziyan vurulur. Əgər o açmırsa, məni saymırsa, onda mən nə etməliyəm? Mən o İkinci nömrə. icarəyə, bəli, ona müraciət etməliyəm, deməliyəm ki, biz və komendant da burada məsuliyyət yox deməzdim. Bilirsiniz nətərdir? Biri soyuq yanaşır. Anar müəllim, bir dənə də sizə çox xahiş edirəm ki, vətəndaşlarımızda bir günah nədir ki, su axırsa, nəsə olursa, dərhal polisə deyilir. Polis bu işlərə baxmır. O rayonun icra hakimiyyəti var, o rayonun komendantı var, komendantına müraciət etməlidirlər. Bu qeyri-qanunsuz oranı icarəyə götürməyib, rəsmi olaraq müqavilə götürür. 30 ildə orada fəaliyyət də göstərir. Bu binada düzdür Nuran xanım? Bəli. Bu binada üzürsəm Aydın xanım, burada anar müəllim, komendant da bunlara biraz isti münasibət göstərməli. Biraz qidəsinə asılı olmayaraq Azərbaycan dövlətinə gəlibsə, bu miqrasiyadan keçirir, oturum verilir, bu dövlət məlumatı var, bu vətəndaş gəlib, xarici vətəndaş burada fəaliyyət göstərir. Burada bir dənə də məsələ var. Mən baxırdım indi. Heç bax klinikanı qoyaq qırağa. Bu binanın özünə ziyandır. Bünövrəsinə bu su axır. Bu komendant hara baxır? Və komendant da şirkətin rəhbərinə niyə məlumat vermir? Tavan tamamilə sudur. Bəli, su. Hər gün üzürsən bir atalar misal verir. Dama göl olar, nə məsələ? Bu dama da bu fundamental bina düşəcək, ilah olsun, nəsə bir faciə baş verəcək. Mələ qoy bizim verilişlərə baxsınlar o uşaqlar. 1000 dəfə yaxşıdır o TikTokdansa, sosialdansa, belə televizorlara, dövlət televizorlara, Azərbaycan televizorlarına baxmaqları 1000 dəfə yaxşıdır. Mən bunu tam əminliklə, o sosialdansa, TikTokdansa 1000 dəfə belə biz nə edirik ki? Sosial şəbəkələrə